Yerə yaxınlığı sayəsində Mars teleskopların obyektivinə kifayət qədər erkən düşmüşdü və əsrlər boyu aparılan müşahidələr nəticəsində astronomlar arasında Marsın həyat üçün yararlı və hətta məskunlaşmış olduğu barədə yanlış təsəvvür formalaşmışdı. Lakin Mars aldatmağı sevir. Yad planetli bitki örtüyü əvəzinə planetin səthi rəngini mütəmadi olaraq dəyişirdi. Mars kanalları isə optik illüziya olduğu ortaya çıxdı. Zaman keçdikcə elm inkişaf etdi və son illərdə Mars haqqında biliklərimiz xeyli artdı. Gəlin qırmızı planetin necə öyrənildiyinə birlikdə nəzər salaq. Marsı ən fəal şəkildə fəth etməyə cəhdlər 70-ci illərdə kosmik yarışın ən qızğın dövründə edilmişdi. 1971-ci il SSR Mars 2 və Mars 3 aparatlarını buraxdı. Hər iki aparat qırmızı planetin səthinə yumşaq eniş etmək üçün 6 aydan artıq davam edən uzun bir yol qət etdi. Mars 2 isə uğursuzluğa düçar oldu. Mars 3 Mars'a çata bildi. Eniş aerodinamik konus vasitəsilə həyata keçirildi. Bu konus həm enişi yavaşladırdı, həm də aparatın qorunmasını təmin edirdi. Super səs sürətlərində ilk paraşüt açıldı. Sürət səs sürətinə yaxınlaşdıqdan sonra isə ikinci əsas paraşüt işə düşdü. Eniş uğurla baş tutdu. Lakin orbital stansiya aparatın görünmə zonasını tərk etdiyi üçün Mars 3-dən siqnal 14,5 saniyə sonra kəsildi. Yer sakinləri Marsdan ilk görüntünü əldə etdilər. Marsa uğurla çatan ilk aparatlara 1975-ci ildə Amerikalı Viking 1 və Viking 2 modulları aid oldu. Yarım saat ərzində planetin səthinin ilk şəkilləri alındı, bir sutka sonra isə ilk rəngli panorama təqdim edildi. Hər iki eniş aparatı xeyli məlumat toplasa da, daha böyük faydanı orbitdə qalan modullar verdi. Onlar xidmət müddətində Marsın səthini o qədər detallı şəkildə təsvir etdilər ki, bu məlumatlara əsaslanan xəritələr bugünə qədər istifadə olunur. Avtomatik stansiyalar dövrünü başa vuran ilk Mars roveri Sojourner isə öz sələfindən xeyli üstün idi. Amortizasiya edici hava balonlarının dəstəyi ilə həyata keçirilən yeni və daha təhlükəsiz eniş sxemi seçilmiş eniş yerinə görə narahatlığı xeyli azaldırdı. Mars roveri tam dayanmazdan əvvəl səthdən bir neçə dəfə sıçradı. 2 gün sonra aparat stansiyadan ayrılaraq qırmızı planetin ilk dairəvi panoramasını ötürdü. Bundan əlavə, o temperaturun, küləyin sürətinin və istiqamətinin daimi ölçmələrini aparırdı. Planlaşdırılandan daha uzun müddət işlədikdən sonra Sojourner siqnallar ötürməyi dayandırdı və söndü. Ehtimal olunur ki, buna gecə vaxtı aparatı qızdıran batareyanın sıradan çıxması səbəb olub. 2003-cü il NASA'nın planeti 2 Mars roveri Spirit və Opportunity vasitəsilə tədqiq etmə proqramı. Enişi başa vurduqdan sonra hər iki aparat 3 həftə fərqlə planlaşdırılandan xeyli daha uzun müddət fəaliyyət göstərdi. Spirit 2010-cu ildə torpaqda ilişib qaldı və hərəkətini davam etdirə bilmədi. Günəş panellərinin çevrilməsində yaranan çətinliklər nəticəsində isə donaraq fəaliyyətini dayandırdı. Opportunity isə planlaşdırılmış istismar müddətini artıq 50 dəfədən çox aşaraq səmərəli şəkildə işləməyə davam etdi və 2016-cı ilin oktyabr ayının sonuna dək 43,5 kilometr yol qət etdi. Ümid edirik ki, buraxılış xoşunuza gəldi və layiqli bəyənməni artıq qoymusunuz. Çox yaxında sizi Marsın kolonizasiyası haqqında heç də az maraqlı olmayan yeni buraxılış gözləyir. Onu qaçırmamaq üçün ekranda indi görünən abunə ol düyməsinə mütləq basın. Az Kosmo, kosmosda sizin etibarlı bələdçinizdir.